ölkə deyil, o qlobal sistemin lideri olmaq istəyir. Bu siyasi təsir, hərbi güc və ideoloji təsir vasitəsilə həyata keçirilir. Məsələn, 1980-ci ildə qəbul edilən Carter doktrinasına görə ABŞ Fars körfəzi bölgəsindəki maraqlarını qorumaq üçün hərbi gücdən istifadə edə biləcəyini açıq şəkildə bəyan etmişdi. Bu açıq şəkildə göstərir ki, Amerika enerji və strateji bölgələri həyati maraq kimi görür. Tarixdə Amerika yalnız müdafiə məqsədi ilə deyil, həm də geosiyasi və siyasi şəbəkələrlə müxtəlif ölkələrə müdaxilə etmişdir. Məsələn, 1953-cü ildə ABŞ və İngiltərə İranın neft siyasətinə görə baş nazir Musaddiqin devrilməsində rol oynamışdı. Bu hadisə göstərir ki, enerji resursları qlobal siyasətdə çox böyük rol oynayır. Latin Amerikasında isə ABŞ 10 illər boyu müxtəlif müdaxilələr etmiş